çünki onu çox tədbirlərimizdə görmüşəm, şəhid tədbirlərində, qazilərin yanında, imkansız ailələrin yanında. Vətən sevgisi insanın qanında, ruhunda olursa, doğrudan da bir yazardırsa demək, əsl şairə və şair ola bilər. Çünki hər birimizin indi vətənpərvər olmaq üçün və vətən haqqında yazmaq üçün, bu yazıları gələcək nəsillərə ötürmək üçün bu bizim birliyimiz deməkdir və gələcəyimizin qorunması deməkdir. Birliyin qorunması deməkdir. Mən Leylanı çox sevirəm. Çox sağ olun. Çox sevirəm. Doğrudan da o çox sadəliyi ilə, mehribançılığı ilə insanların hər birinin öz dilində danışmaqla özünə sevgi qazanır. Sevgini qazanmaq çətindir. İnsanın pulu da olar, varı da olar, dövləti də olar, Nəcmə xanım, bunu bilirsiniz. Ancaq əsl insan olmaq çətindir. Əsl insan olmağı bacarmaq lazımdır. Əsl insan olsa dünyanı sülh, əmin-amanlıq bürüyər. Çünki insanlıq, mehribanlıq dünyanı qurtara bilər. Hal-hazırda dünyanın hər bir ölkəsində, çox yerində bilirsiniz, müharibə gedir. Şükürlər olsun Allaha ki, Azərbaycan Respublikasının Ali Baş Komandanın böyük siyasəti ilə, xalqın sevgisi ilə biz qələbəni əldə edə bildik. Və birliyimizlə. Çünki bizim xalqın birliyi olmasaydı, bir dəmir yumruq kimi birləşməsəydi, 44 gün ərzində biz qələbə çala bilməzdik. Və bütün dünyaya biz nümunəyik. Nə ilə? Sevgimizlə, birliyimizlə. Əlbəttə, burada Azərbaycanın körpə uşağı da Ali Baş Komandanı sevir. Niyə? Sual verərlər, nəyə görə? Çünki dünyanın heç bir ölkəsində görünməyib ki, müharibə yolu ilə alınan torpaq geri qaytarılsın. Buna əlbəttə böyük siyasət, xalqın sevgisi və güc. Biz sevgi ilə, birliyi ilə bu qalibiyyəti əldə elədik və bunu qorumaq da məhz şairlərə, şairələrə, yazarlara düşür. Nə qədər çox yazarsanız, bir o qədər yaxşı olar. İcazənizlə bir dənə Leyla xanımın şeirini də mən səsləndirib, şeirlərin içində çoxunu vərəqlədim, ancaq biri daha çox hoşuma gəldi. Ağlıma da gəlməzdi, gör başıma nə gəldi. Mən nə arzu elədim, gör qarşıma nə gəldi. Həyat əydi yolumu, hürdü qanat qolumu. Hər şeyi doğru ölçdüm, gör arşına nə gəldi. Pislikdən uzaq oldum, hər sözlə sınav oldum, düzə təmiz sınav oldum, ağışıma nə gəldi? Talih yazandan yana, ömür döndü zindana, fəsil də girdi dona, gör qışıma nə gəldi? Çox sağ olun.